Salam, xoş gördük hər birinizi. Bu gün mən sizə kəsirlərin müqayisəsini izah edəcəm. Vaxt itirmədən izahlarımıza keçək. Deməli, kəsirlərin müqayisəsinin bir neçə deməli üsulları var. Məsələn, məxrəcləri bərabər olan halı var. Daha sonra surətləri bərabər olan halı var. Üçüncüsü, məxrəc və surət fərqinin bərabər olan halı var. Daha sonra nə var? Məxrəc və surətləri bir-birindən fərqli olan halları var. Tamamilə bir-birindən fərqli olan halları var. Və bu məxrəc surət fərqinin də özü də iki yerə ayrılır. Bir düzgün kəsir var, düzgün olmayan kəsirlər üçün olan halları var. Yəni 5 dənə qaydalarımız var. Qısa-qısa hər birindən izah etməyə çalışacağam sizin üçün. Deməli, məxrəcləri bərabər olduqda birincini izah edək. Məxrəclər bərabər olduqda necə olur? Məsələn, 3-də 2 və 3-də 1. Deməli, məxrəcləri bərabər olduqda surəti böyük olan böyükdür. Yəni 3-də 2, 3-də 1-dən böyükdür. Yəni bunu necə izah edeyim? Məsələn, sizə bunu başqa cür necə tətbiq edeyim? Tutaq ki, siz 2 almanı 3 yerə bölmək istəyirsiniz. İkinizdə tutun ki, 2 almanı 3 yerə bölmək istəyirsiniz və ya 1 almanı 3 yerə bölmək istəyirsiniz. Yəni, əlbəttə ki, biz 2 almanı 3 yerə bölsək, daha böyük hissələr alınacaq. Nəinki 1 almanı 3 hissəyə bölsək. Ona görə deyirik ki, məxrəclər bir-birinə bərabər olduqda surəti böyük olan böyük sayılır. İkincisi halı, bu, necə deyim, qarşı kəsirlərdə də belədir. 2 tam 7-də 1, 2 tam 7-də 5. Düzdür, birinci müqayisə etdikdə onların tamlarını müqayisə edirsiniz. Əgər tamları bir-birinə bərabərdirsə, daha sonra surətlərini kəsirlərini müqayisə etməyə keçirsiniz. 2-dirsə, hər ikisi 2-dirsə, keçirsiniz bu kəsirləri müqayisə eləməyə. Təbii ki, 7-də 5, 7-də 1-dən böyükdür. Amma məsələn, sizin qabağınıza 3 tam 7-də 1 və 2 tam 7-də 5 deyə bir misal çıxsa, təbii ki, siz onun 7-də 5-dən əvvəl onun tamlarını müqayisə edəcəksiniz. 3 olan isə əlbəttə ki, daha böyük sayılacaqdır. 3 tam olan, yəni daha böyükdür. Daha sonra izah edək surətlərin bərabər olan halında. Məsələn, 8 bölü 7 və 8 bölünsün 5. Bunu da sizə elə alma ilə inteqrasiya edəcəm sizin üçün. Surətləri bərabər olan halında qayda belədir ki, surətləri bərabər olan halında məxrəci böyük olan kiçik sayılacaq. Yəni tərsi nədir? Tərsi məzhəblik var sanki. Yəni necə izah edeyim? Elə bunu almaya bağlayacağıq. Tutaq ki, siz 8 almanı 7 nəfər arasında bölmək istəyirsiniz. Bir də 8 almanı bir qrupda 8 almanı 5 nəfər arasında bölmək istəyir. Bu zaman hansı isə daha böyük olacaq? Yəni hansı qrupda necə deyim, bölünən almanın hissələri daha böyük olacaq? Təbii ki, 5. Yəni, biz onu 5 yerə bölsək daha böyük hissələr alınacaq, 7 yerə bölsək daha kiçik hissələr alınacaq. Deməli, surətləri bərabər olan halında məxrəci böyük olan yox, kiçik olan daha böyük sayılacaqdır. Bu, deməli, surətlərin bərabərlik halı idi. İndi isə danışım sizə üçüncü qaydası. Üçüncü qayda surət məxrəc fərqindən danışacağım. Başqa birindən danışmaq istəyirəm. Tutaq 7-də 2, 10-da 9. Bu tipli misalda deməli, müqayisə etmək istəyəndə baxırıq ki, surət bərabərliyi yoxdur, məxrəc bərabərliyi yoxdur. Düzdür, biz bunu müqayisə eləmək üçün surəti və məxrəcini eyniləşdirə bilərik, problem yoxdur. Yəni, hər ikisi üçün ortaq məxrəc və ya ortaq surət taparıq. Tutaq 70-də eləyəcək 20, 70-də eləyəcək 63. Yəni, bunu yaza bilərik. Amma bunu necə də eləyə bilər? Bir yolu, onları çarpaz formada bir-birinə vururuq. Yəni, 2-ni 10-a vurduz 20, 7-ni 9-a vurduz 63. Hansı böyükdür? 63. Ona görə deyirik ki, 10-da 9 hissəsi daha böyükdür. Və ya, tutaq 7-də 10 olsun, bir də 5-də 1. Bu iki kəsirlərdən hansı daha böyükdür? Çarpaz formada vururuq bir-birinə. 5-i 10-a vurduq 50, 7-ni 1-ə vurduq 7. Yəni, nəyə vurduqsa orada yazırıq, 5-i də 10-a vurdum, yuxarıda yazdım. Hansı böyükdür? Bu. Yəni, düzdür, əslində bunu
Necə deyim, biri çarpaz vurmadan da siz onu tapa bilərdiniz. Çünki bu onsuzla qarşı kəsirdir və bunun bir tamı var. Onsuz tam olan tərəf daha böyükdür. Sadəcə biraz fərqli misal yazmaq istədim. Gəlib bunu yazmazdım. Nəysə. Davam edək. Surət məxrəcinin bərabərliyi halında. Fərqinin bərabərliyi halında. Tutaq ki, 4-də 1. Surət və məxrəci bərabər olan halının birinci onu deyək ki, 2-dir. 2 cür halı var. Birincisi düzgün kəsirlər üçün. İndi ondan danışacağım sizin üçün. İkincisi düzgün olmayan kəsirlər üçün. Düzgün olmayan kəsirlər üçün. İndi başlayaq düzgün kəsirlərdir. Düzgün kəsirlər. Məsələn, deməli 7-də 6, 5-də 4. Qayda belə deyir ki, düz biz bunu çarpazdan yoxlaya bilərik. Bu heç. Bunu qoyduq kənara. Bu daha böyük rəqəmlərdə bizə sərf elədi, onu da deyim. Qayda bizə deyir ki, surət və məxrəcinin fərqi eyni olan kəsirlərin düzgün kəsirlərdə rəqəmcə böyük olan daha böyükdür. Yəni nə? 7-dən 6 çıxdınız, 1. 5-dən 4 çıxdınız, 1. Fərqləri bir-birinə bərabərdirmi? Bərabərdir. Qayda deyir ki, əgər bu kəsirlər düzgün kəsirdirsə, düzgün kəsirdirmi? Bəli, düzgün kəsirdir. Onda deyir ki, rəqəmcə böyük olan ədəd daha böyük sayılacaqdır. Yoxlayaq. Çarpaz vuraq, indi yoxlayaq. 5-ə 6-ya vurduq 30, 7-ni 4-ə vurduq 28. Onsuz 30 tərəf böyük idi. Deməli, doğru deyir. Yəni, çarpazdan yoxladıq. Bu, daha böyük rəqəm olanlarda bizə sərf edir. Məsələn, 120-də 118. Bir də deyirik ki, 784-dən 782. Burada artıq, necə deyərlər, kərəmə ağlamaq tutur. Bu misallarda deyəsiniz ki, ay müəllim, mən bunu uşaqların ən çox sevdiyi metod, onu deyək ki, çarpaz metodudur. Mən bunu çarpaz necə vurum, ay müəllim? 700-ü 100-ə vuracam. Bu gedib hara gedib çıxacaq? Burada artıq o fərq qaydası bizim birbaşa köməyimizə gəlir. Yəni necə? 120-dən 118 çıxdınız 2. 784-dən 782 çıxdınız 2. Hər ikisinin fərqi eynidirmi? Bəli, eynidir. Düzgün kəsirdirmi? Bəli, düzgün kəsirdir. Bu zaman qayda bizi deyir ki, rəqəmcə böyük olan daha böyük sayılacaqdır. Rəqəmləri böyük olan daha böyük hesab olunur. Yəni burada 784-də 782 daha böyükdür. Bu düzgün kəsirlər üçündür. Yenə deyirəm, bu böyük rəqəmlərdə bizim üçün daha əlverişlidir, daha səmərəli bir üsuldur. İkinci isə gəlir bu qaydanın düzgün olmayan kəsirlər üçün bəs necədir? Tutaq 5-də 7 olsun, 4-də 4 olmasın, 3-də 5 olsun. Deyir ki, birinci kiçiklərlə izah edib, sonra böyük bir misallarda, böyük rəqəmli misallarda davam edəcəm. Deməli, deyir ki, surət məxrəcinin fərqi eyni olarsa, yəni 7-dən 5 çıxdıq 2, 5-dən 3 çıxdıq 2. Bərabərdirmi? Bərabərdir. Düzgün olmayan kəsirlərdə rəqəmləri kiçik olan daha böyük sayılacaq. Yəni bu, belə deyim də sizin üçün. Düzgün olmayan kəsirlərdə həmişə bir tərslik var sanki. Deyir ki, bizə rəqəmlər kiçik olanlar daha böyükdür. Gəlin bunu çarpaz qaydası ilə də yoxlayaq. 7-ni 3-ə vursaq 21. 5-i 5-ə vursaq 25. Hansı böyükdür? 25. Doğru deyir deməli. Gəlin bunu böyük bir misalla da yazaq. Tutaq ki, 108-də 105, 2009-da 2006. Düz yazdım da bəli. Bunu mən necə müqayisə edəcəm? Orta məxrəcə gətirə bilmirəm, orta surətə gətirə bilmirəm. Gətirərəm, yəni bu sadəcə bizim üçün bir zaman etkisidir. Həmişə yadınıza saxlayın ki, qaydanı bilmək insana zaman qazandırır. İnsanı belə necə deyim, irəli atır. Qaydanı bilmək çox vacibdir. Burada sən qaydanı əgər bilirsənsə, deyəsən ki, və mən bunu düz yazmamışam, düzgün olmayan kəsirlərdən danışırıq. Mən niyə düzgün kəsir yazmışam ki?
Düzgün olmayan kəsrlər yazdım. Çevirdim. Ola bilər yorğunluqdandır ona görə. Nəysə, düzgün olmayan kəsrdir. Hər ikisi böyük rəqəmdir. Mən bunu necə müqayisə edəcəm? Çarpaz vursam zaman etkisidir. Sürət bərabərliyi yox, məxrəc bərabərliyi yox. Neyniyəcəyik? Biz müraciət edirik bizim kəsrlərin müqayisəsində olan qaydalarımıza, qızıl qaydalarımıza. 1008-dən 1005-i çıxanda 3 eləyir. 2012-dən 2009-a çıxanda 3 eləyir. Fərq bərabərdirmi? Bərabərdir. Düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirlərdə də qayda olaraq dedik ki, rəqəmcə böyük olanlar yox, kiçik olanlar daha böyük sayılır. İstəsəniz gedib bunu kalkulyatorla da vurub da hesablaya da bilərsiniz. Yəni çarpaz qaydası ilə. Demədiyimiz bir şeylər qaldımı? Məxrəc bərabərliyindən danışdıq, surət bərabərliyindən danışdıq, məxrəc surəti fərqindən danışdıq. Bunu diqqətdə saxlayın həmişə. Bu misallar, yəni bu qaydaya aid çox maraqlı, gözəl suallar verilir. Və surət məxrəci bir-birindən fərqli olanda halında dedik. Bu da bayaq dediyim kimi kiçik rəqəmlərdə daha sərf edir. Böyük rəqəmlərdə çox güman ki, qaydalarla bizə bu qaydaya əsasən, bu iki qaydaya əsasən böyük rəqəmlə qarşınıza çıxdısa, birinci onu yoxlayın. Yəni çarpaz vurmağa tələsməyin. Onların surət məxrəcini birinci hesablayın. Məsələn, sizə belə bir misal verə bilər. Ta ki, bəzi test banklarda olur. 8-də 7, 9-da 5 və olsun nə? 7-də 6. Deyəcək ki, bunu müqayisə edin və artan sıra ilə düzün tutaq ki. Bunu necə müqayisə edəcəyik? Birinci yoxlayırıq. Bu kəsirlərdən surət məxrəcinin bərabərliyi eynidirmi? 8-dən 7 çıxdıq 1, 9-dan 5 çıxdıq 4, 7-dən 6 çıxdıq 1. Aha, bu düzdür ödəmir, bizim üçün bir, yəni müsbət cəhəti yoxdur. Amma bu 8-də 7 ilə 7-də 6-nı müqayisə edə bilirəm. Surət məxrəcinin fərqini eynidir. Deməli, bu qaydaya əsasən yaza bilərəm. Daha sonra müqayisə edirəm nəyi? Necə deyirlər? Qaydaya deyir ki, bizə düzgün kəsrlərdə böyük olan daha böyük sayılacaq. Deməli, burada 7-də 6, 8-də 7-dən böyük olacaq. Yəni, bunu bildik artıq. Keçdi başqa şeylərin müqayisəsinə. Burada çarpaz formada bir-birindən vura bilərik. 63 və 40. Deməli, 8-də 7 böyükdürsə, sonra 9-da 6 ilə 7-də 5-i də müqayisə eləsək, bura eləyir 54, bura eləyir 35. Deməli, belə çıxır ki, 9-da 5 onların hamısından kiçikdir. 7-də 6-dan da kiçikdir, 8-də 7-dən də kiçikdir və bu ikisini də aralarında müqayisə etməkdə bayaqları müqayisə etmişdik. Yəni, bu tipli misalları variantlarla, yəni bu ikisini tapandan sonra bəzən məsələn sizə A, B, C, D, E variantı verir. Variantlara axıb baxanda görürsünüz ki, bəzilərində verib ki, 8-də 7, sonra 7-də 6. Artıq onları birbaşa məsələn ata bilirsiniz. Sizə lazım olan 2 variantın və ya 3 variantın üzərində işləyə bilirsiniz. Yenə də deyirəm, qayda bilmək zaman qazandırır. Qaydalara həmişə diqqətlə yanaşın, yəni kör-körən yanaşmayın. Hər birinizə xoş dinləmələr, xoş günlər. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi bildirməyi, paylaşmağı unutmayın. Xoş günlər.